Bir doğma səs haqqında. Tapdım. İllər əvvəl heç yadımdan çıxmaz. Qızım səhər tezdən qaça-qaça gəlmişdi ki, ata, əlini burama qoy. Bax gör necə dup-dup eləyir. Ata, eşidirsən? Ata, yoxsa mənim içimdə nəsə var? İlahi, o necə həyəcanlı idi. Almışdım qucağıma. Ürəyini xəfifcə öpüb gülmüşdüm. Qızım, yox, içində saat filan heç nə yoxdur. Bu sənin ürəyinin səsidir. Döyünür. Cisminə qan paylayır ki, sən yaşayasan. Mən yaşayam. Biz yaşayaq. Balaca qızım ilk dəfə ürəyini kəşf etmişdi. Hər kəsin özünə aid bənzər məsum kəşf hekayələri var. Bilirəm. Məsələn, mən də ilk dəfə hacını qızımın ürəyini kəşf etdiyi kimi böyük sevinclə, həyəcanla kəşf etmişdim. Maraqlıdır, elə hacının da mənim kitablarımdan biri haqda ilk yazısının adı belə idi. Tapdım. Onun mənim kitabımda tapdığı nə idi? Bilmirəm, ancaq mən onun simasında gerçək bir Allah dostunu kəşf etmişdim. Elə ilk ünsiyyətdə, elə ilk görüşdəcə. Bəli, bu o idi. İllərlə tarixin hansısa guşəsində, kitablarda, xütbələrdə ilim itirib axtardığımız əsl İslam. Ömür boyu filmlərdə, romanlarda sevib dostluq etmək istədiyimiz əsl insan. Dinlədiyimiz rəvayətlərdə hikmətli kəlamları ilə təsəlli tapdığımız övliya. Şıq geyimli, kostyumlu övliya. Bəli, bu eynilə o idi. Hətta bir çimdikdə artıq. Gəlmişdi bizi bütün ilahi vədlərə inandırsın. Gəlmişdi desin, vallah əməl edəndə olur, alınır. Gəlmişdi bizə oxuduqlarımızın nağıl olmadığını göstərsin. Göstərə bildimi? Bildi. Ancaq daha çox gedişi ilə. İnsanın ən böyük kəşfi Allahdır. Sonra peyğəmbərlər, sonra imamlar, sonra övliyalar. İnsan tanımadığı şeyi tapa bilərmi? Əsla. Biz onu tanıdığımız üçün tapmışdıq. Biz onu Allahdan, peyğəmbərdən, imamdan tanımışdıq. Nəsə vardı onda. Hə, onu görən kimi ürəyimiz yerindən oynadı. Bu odur dedik. Sevindik, sarıldıq boynuna. Xoşbəxt olduq. Həqiqi və hüquqi şəxsiyyət anlayışları haqda nə bilirsiniz? Məsələn, Həsən müəllimin həqiqi şəxsiyyəti Səməndər oğlu Həsən olmasıdır. Lakin onun hüquqi şəxsiyyəti millət vəkilliyidir. Müsəlman şərq cəmiyyətlərində adətən ikinci birinciyə xidmət eləyir. Yəni, Həsən müəllim vəkilliyindən yaxşı yaşaması üçün istifadə edir. Hüquqi şəxsiyyətinin hesabına heç yerdə növbə gözləmir və sair və ilaxır. Lakin siz indi ən yaxın dostu Axund Azərin Hacı Şahin Həsənli haqqında dediklərinə baxın. O öz həqiqi şəxsiyyətini hüquqi şəxsiyyətinə xərcləyən adam idi. Eynən özünə örnək götürdüyü şəxsiyyətlər kimi. Fəqət bu, inanın, heç də asan məsələ deyil, əsla deyil. Təsəvvür edin, xalqınız üçün gözəl bir ilahi hədəfiniz var. Ona çatmaq üçün siz öz şəxsi keyfinizdən, həzzinizdən, istirahətinizdən keçirsiniz. Seçim qarşısında qalanda hüquqidən deyil, həqiqi şəxsiyyətinizdən kəsirsiniz. Həqiqi şəxsiyyətinizə doğma övladınız kimi ərk edirsiniz. Növbə olanda məhz onu qapı ağzında gözlədirsiniz. Tez-tez sizdən inciyən həqiqi şəxsiyyətinizin saçını tumarlayıb, qurban olaram, əvvəl qonşu, sonra ev deyirsiniz. Fədakarlığın tabeləsi. İndiyə qədər Hacı Şahin Həsənli haqqında deyilən ən üstün söz də bəlkə elə budur. O, həqiqi şəxsiyyətini hüquqi şəxsiyyətinə xərcləyən adam idi. Bəs Allah dostu necə olur? Sizə doğrusunu deyirəm, bu həyatda insanın ən böyük qazancı insandır, elə ən böyük sınağı da. Tarix boyu Allahı rahatlıqla qəbul edənlər Peyğəmbərə çatanda min bir bəhanə gətiriblər. Şeytanın da cənnətdən qovulma səbəbi insandır axı.
Odur Allah dostuna Allah dostu demək qədər çətin çox az şey var bu aləmdə. Özü də sağkən, özü də həyatdaykən. Hələ düz 1 il əvvəl yazmışdım bu fikirləri. Bəziləri düşünür ki, övliya yalnız keçmişdə olub, keçmişdə ola bilər. Üstəlik xüsusi geyimi, xirqəsi filanı olmalıdır onun. Kostyumda filanda nə övliya? Halbuki mənim doğma yurdumda elə bu gün də böyük eşqlə cani dildən xitab etmək istədiyim insanlar var. Salam olsun sənə, ey Allah dostu. Xoşbəxtdik ki, biz bu şəxsiyyəti sağkən də Allah dostu bilmiş, övliya adlandırmışdıq. Yəni bu bəzilərinin düşündüyü kimi vaxtsız ölümün təsirindən yaranan emosional partlayışın nəticəsi deyil. Sağlam, praqmatik düşüncənin ən aydın qənaətidir. O, minlərlə yad çığır-bağırın arasından eşitmək üçün güclə qulaq kəsildiyimiz həzin, doğma səs idi. O bir başqası deyildi. Mən idim, sən idin, biz idik. Biz onda özümüzü tapmışdıq. Tapanda da eynən şair kimi, şair qədər sevinmişdik. Doğradım, çapdım özümü, yoğurdum, yapdım özümü. Nə yaxşı tapdım özümü, böyrümdən ötüb keçmədim. Səndən sonra haradan başlamalı? İlişib qaldığımız adam. Bəzi dərdləri danışanın gözəl səsinə, səsindəki zərif melodiyaya görə dinləyər adam. Elə bəzi çıxışları, bəzi xütbələri də. Övliyalar Allahla razı niyaz zamanı bu məqamı xüsusilə nəzərə alıblar. Misal üçün, Əhl-i-Beytdən nəql olunan münacatları oxuyanda heyrətə gəlirsən. Məzmun bir yana, sanki qurban olduqlarım estetika məsələsində yarışa giriblər. Kim dərdini daha gözəl sözlərlə, ən gözəl ahəngdə çatdıracaq? Yəni Allah üçün də prioriter budur. İlahi, səni zikr eləyən dilimə, dodağıma qurban olum. İlahi, ariflər sənə deyir, bizə özünü tanıt. Mən cahilsə deyirəm, mənə özümü tanıt. İlahi, səndən bircə bunu istəyirəm ki, səndən heç nə istəməyim. Məsələn, bu münacatlar böyük bir arifin həm məzmun, həm də formaca gözəl olan məşhur İlahinamə kitabındandır. Kostyumlu övliyanı yazmaq üçün Ramazan ayı boyunca hacının xütbələrinə qulaq asdım və dinlədikcə anladım ki, onun söhbətləri də bu qəbildəndir. Adam nə danışsa dinləmək istəyirsən. Adam hansı mətləbə toxunsa ürəyinə yatır. Hələ münacatları, hələ şirin replikaları. Özü bəzən zarafatla deyirdi ki, cəmaət mənim xütbələrimi layla əvəzi dinləyir. Dinləyir və elə buradaca mışıl-mışıl yatır. Doğrusu bunu mən də təcrübə etmişdim. Fəqət Egzuperi demiş nağıllar uşaqları yatırtmaq, böyükləri oyatmaq üçündür. Yəni hacının laylaları həm də oyadırdı. Uyuda-uyuda oyadırdı. Bir dəfə yazmışdım axı, biz yatmasaq kim oyanacaq? Axı yatmaq da insanın ehtiyacıdır. Həyat nədir? Dili söz tutan hər kəs danışıb bu haqda. Misal üçün, Dostoyevskiyə görə həyat cəhənnəmdir. Sokrata görə istirab çəkməkdir. Nietzscheyə görə gücdür. Picasso'nun baxışında sənətdir. Gandhinin aləmində mübarizə və mübarizənin xüsusi növüdür. Hacının qələmə aldığı Haradan başlamalı kitabını oxuya-oxuya bu qənaətə gəlirəm. Bəlkə həyat Allahla yaşamaqdır. Niyə də yox? Bəlkə bütün bu interpretasiyalar ondan uzaq düşdüyümüz üçündür. Bəlkə məsələ müəllimin oğlunun tərbiyəsiz çıxmasıdır. Hacı bunları elə qəşəng danışır ki, adam cani könüldən inanmaq istəyir. Bu nə sehirdir ilahi? Gecə saat 3-dür, 4-dür, 5-dir və mən dəstəmazımı yeniləyib hacının kitabını vərəqləyirəm. Məhəbbət ilə istəyin yeganə fərqi ondadır ki, sevən sevdiyinə tərəf yönəlir. İstəyən isə istədiyinə malik olmaq istəyir. Ardını oxuya bilmirəm, elə burasındaca ilişib qalıram. Qəsdən ilişirəm və qəsdən qalıram. Bu oyaqlıqla 1000 ildə yatmaya bilərəm. O da ilişib qalmışdı. Dostumu deyirəm. 2-3 il qabaq bizə qonaq gələn əziz insanımı. Vaqondan düşdü.
Şərf kimi sarıldım boynuna. Əlində kitab görüb soruşdum ki, qardaşım, yol boyu nə oxudun, nə qədər oxudun? Açdı, fərəhlə göstərdi. Cəmi bir səhifə. Bu səhifədəcə ilişib qaldım dedi. Keçə bilmədim. Keçmək istəmədim. İlişib qalmaq gözəldir, nədəsə və kimdəsə. Qəribədir. Dünən evdə qızıma da bu haqda danışırdım. Mən sürətli oxu tipli kampaniyaların deyil, ilişib qalmanın tərəfdarıyam deyirdim. Qızım həvəslə qulaq asırdı. Mən də Ramiz dayı kimi əlavə edirdim ki, məsələ bilmək deyil qızım, məsələ bildiyini dəqiq bilməkdir. Bunun üçün də ilişib qalmaq lazımdır bildiklərində. Yəni oxuduğun kitabları yenidən oxumaq, baxdığın filmlərə yenidən, daha dərindən, daha dibdən baxmaq. Mənsə budur, hələ də yuxarıdakı cümlədə gəzişirəm. Gerçəkdən də xoşlamaqla sevmək arasındakı fərq nədir? Budda bu suala belə cavab verirdi. Gülü istəyən dərhal onu dərməyə çalışacaq, sevən isə onu hər gün sulayacaq. Gələcək təlimlərin birində sağlıq olsun 3 dil haqda danışmağı düşünürəm. Beynəlxalq ədəbi dil, Sinelnikovun dediyi universal dil, hadisələrin dili. Bir də Erich Fromm'un yazdığı unudulmuş dil, yuxu dili. Məhz bu yerdə məmnuniyyətlə 4-cünü də əlavə etmək olar. Ruhun dili. Məncə Hacı ruhumuzun dilində danışırdı və onun səsindəki inandırıcılığın sirri də bundaydı. Qəribədir. Mən onun kitabını da onu dinləyirmiş kimi oxudum və dediyim kimi məzmun bir yana, melodiyasında ilişib qaldım. Şair demişdi axı, ilişib qalmaq gözəldir, nədəsə və kimdəsə. Ay Hacı, getdin, sevənlərin də ilişib qaldı. Səndən o yana keçə bilmədilər. Sənsə Allah məqamını uca eləsin, sanki qabaqcadan bu dərdin də dərman kitabını yazıb qoymuşdun. Haradan başlamalı? Əlbəttə, biz indi o kitabı bu adla oxuyuruq. Səndən sonra haradan başlamalı? Və əsərin də elə özün kimi həzin-həzin səslənir. Allahdan, Allahdan, Allahdan.